Bəs yaxşı, namaz qılmaq qadağan olunan vaxtlar hansılardır? Hədisdə gəlib ki, Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, bizə günün 3 vaxtı namaz qılmağı və ya ölülərimizi dəfn etməyi qadağan etmişdir. Həmin vaxtlar günəş doğub tam yüksəlinə qədər, günorta kölgə itən vaxtdan günəş zenit xəttini keçinə qədər, günəş batmağa doğru meyl edib ta batana qədər olan vaxtdır. Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, bu vaxt namaz qılmaq haqqında olan qadağanın səbəbini bu sözlərlə açıqlamışdır. Sübh namazını qıl, sonra günəş çıxıb yüksəlinə qədər namaz qılma. Çünki günəş çıxarkən şeytanın buynuzları arasından çıxır və kafirlər ona səcdə edirlər. Sonra kölgə düz dayanana qədər namaz qıl. Həqiqətən, mələklər namaza gəlir və tamaşa edirlər. Sonra namazı dayandır, çünki bu vaxt cəhənnəm alovlanır. Yəni, günəş zenit xəttinin üzərində olarkən. Kölgə şərqə meyl etdikdən sonra əsr namazını qılana qədər namaz qıl. Həqiqətən, mələklər namaza gəlir və namaza tamaşa edirlər. Sonra günəş batana qədər namaz qılma. Bu qadağadan bir zaman və bir məkan istisnadır. İstisna olunan zaman cümə günün günorta üstüdür. Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, buyurmuşdur ki, hər hansı bir insan cümə günü qüsl alar, yəni çimər, bacardığı qədər təmizlənər, saçını gözəl şəkildə tənzimləyər, evində olan ətirlə ətirlənər, sonra evindən çıxıb məscidə gedər, 2 nəfəri ayırmaz, yəni ön tərəfə keçmək üçün insanlara əziyyət vermədən olduğu yerdə oturar, lazım olan qədər namaz qılar, sonra imam xütbə verdiyi zaman susarsa, olduğu cümə ilə qarşıdakı cümə arasında olan günahları bağışlanar. Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, cümə günü imam xütbəyə başlayana qədər cümə namazından öncə namaz qılmağa təşviq etmişdir. Buna görə Peyğəmbərin davamçıları olan bir çox elm adamları, sahabələr, məsələn, Ömər ibn Xattab, Allah ondan razı olsun, və ya İmam Əhməd ibn Həmbəl, Allah ona rəhmət etsin, buyurublar ki, imamın minbərə çıxması artıq namazın qadağan olunması deməkdir. Yəni, imam minbərə çıxdısa, artıq namaz qılmaq lazım deyil. İmamın xütbəyə başlaması isə danışmağın qadağan olması deməkdir. Demək, onlar bu zaman namaz qılmamağın səbəbi olaraq vaxtın günorta olmasını deyil, imamın minbərə çıxmasını əsas gətirmişlər. İstisna olunan məkan Kəbə evidir. Allah bu evin şərəf və əzəmətini ucatsın. Əvvəldə deyilən vaxtların heç biri bu evdə namaz qılmağı qadağan etmir. Çünki Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, demişdir. Günün istənilən vaxtında bu evi tavaf etmək və namaz qılmaq istəyənləri bu işdən qadağan etməyin. Bu vaxtlarda qadağan olunan namazlar heç bir səbəbi olmayan nafilə namazlardır. Amma bu vaxtlarda ötürülən fərz və ya nafilə namazların qəzasını qılmaq olar. Belə ki, Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, demişdir. Kim bir namazı unudarsa, yadına düşən kimi onu qılsın. Bu əməlin bundan başqa kəffarəsi yoxdur. Həmçinin günün istənilən vaxtında dəstəmaz alandan sonra namaz qılmaq olar. Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, sübh namazından öncə Bilal adlı sahabəsinə deyir. Ey Bilal, İslamda könüllü etdiyin ən gözəl əməl haqqında mənə xəbər ver. Çünki mən sənin ayaqqabılarının tıqqıltısını cənnətdə öz qarşımda eşitmişəm. Bilal, Allah ondan razı olsun, deyir ki, mənim könüllü etdiyim əməl budur ki, mən istər gecə, istərsə də gündüz dəstəmaz aldıqda, hər dəfə dəstəmaz aldıqda mənim taleyimə yazılan sayda namaz qılıram. Həmçinin bu vaxtlarda məscidə daxil olduqda salam namazı qılmaq olar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir. Biriniz məscidə daxil olduqda 2 rükət namaz qılmamış oturmasın. Sübh vaxtı daxil olduqdan sonra sübh namazından öncə nafilə namazı qılmağın qadağan olunması haqqında Peyğəmbərimizin, ona Allahın salavatı və salamı olsun, sahabəsi olan İbn Ömər sübh vaxtı daxil olandan sonra namaz qılan bir kimsəyə deyir ki, biz sənin qıldığın bu namazı qıldığımız zaman Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, bizi gördü və dedi, burada olanlar olmayanları çatdırsınlar. Sübh vaxtı daxil olduqdan sonra 2 rükətdən, yəni sübh namazının sünnəsindən başqa namaz qılmayın. Dəyərli izləyicilər, bilmək lazımdır ki, namaz üçün iqamə verildikdə
nafilə namaz qılmaq qadağandır. Hədisdə gəlib ki, Peyğəmbərimiz Allahın salavatı və salamı olsun buyurub ki, namaz üçün iqamə verildikdə fərz namazından başqa namaz qılınmaz.